Kanal Leo. Allah'ın salamı olsun benim əziz ve mehriban kardeş ve bacılarımı. Hoş gördük benim əzizlərim. Benim əzizlərim, benimle kalmak isteyenler. Bir fincan çay, qəhvə, su, şirə, gönlünüz isterse şarap. Sizin ve benimle kalın. Benimle kalmak istemeyenlere ise sadece kanalı çevirmeyi tövsiye ederdim. Bir de hemşe qeyd ettiğim kimi benim əslərim, benim fikirlerim sizin fikirlerinizle üst üste düşmeyebilir. Bu belə də olmalıdır benim şirin şekerlerim, benim cübbuşlarım. Baxı belə olmalıdır. Bu benim fikirlerimdir. Yaxşı benim əslərim. Bəs benim dostum hardadır? Benim dostumu gören olmayıp ki. Hardasan dostum? Hardasan? Ben buradayım. Burada. Hoş gördük dostum. Hoş gördük. Gecikmemişim ki. Yok ile vaxtında gelmişsen. Sana diyeceklerim var. Eşitirəm seni. Bilirsən dostum. Bilmirəm benim bu ayca videomu izləmişsən yoksa yok. Hansını? Bak orada neden danışıram? Onu qeyd etmeyeceğim ama bir ifadəni qeyd edeceğim ki, yani ki, bax elə bugün danışdıklarımın her bir, yani ki, işarəsi elə, bax bu, indi qeyd etdiyim bir cümlə ilə əlaqədardır. Eşidirəm səni. Как закаляла сталь. Polad necə bərkidi. Ve bir de ki, kim yadıma düşürdü? Pavka. Pavka. Pavka kimdir? Yəqin ki, beni dinləyəndən sonra bileceksin ki, bu bende kimdir? Sadece şirin tərzdə səsləndirirəm. Adını bütöv şekilde demirəm. Sadece Pavka. Bugün danıştığım bazı bir məqamlarda onun adı demek olar ki önemlidir ve onunla bağlıdır. Bilmirəm, beni dinləmişsən yoksa yok. Bak bu mövzuna. Orada sadece bir işare etmiştim. Yani ki ne diyeyim, dilim ola sanayi dilim. Demek olar ki bir balaca qeyd etdim. Yani demek istəyirəm ki bugün danıştığım mevzu demek olar ki aylar önce sadece bir qeydlə değilmişti. Bugünsə bir balaca ışıklandırma ve çatdırmak istedim. Belə bir məsəl var. Ehtiyat ikiden yaraşığıdır. Dostum, benim əzizlərim, sizin her biriniz bilirsiniz ki, ana bətnindən bu dünyaya göz açan, oxumamış bir sənətkar, peşəkar, elm adamı, alim de gelebilir. Yani okumamış alim. Bunu her biriniz yaxşı bilirsiniz. Bunu koyak kenara. Ustad ve ustaddan ders alan şagird ve geleceğin ustadı. Bunu da her biriniz yaxşı bilirsiniz. Bizim memleketimizin her bir sahədə, her bir elmdə, yaradıcılıqda möhtəşəm dahiləri, sənətkarları, peşəkarları, alimləri mövcuddur. Karifeyləri mövcuddur. Bunu da her biriniz yaxşı bilirsiniz. Bunu da qoyaq kənara. Bugün var mı güzel sənətkar, peşəkarlar, elm adamları, alimlərimiz? Bazı sahələrdə mövcuddur. Sanki ülkemizi
uzaq diyarlarda təmsil edirlər öz sənətləri ilə, peşələri ilə və bizim məmləkətimizin başını uca tuturlar. Azərbaycanımızın adını yüksəklərə qaldırırlar. Bu da bəlli. Bax bu məşhurlar da elə ana bətnindən dünyaya göz açan, oxumamış alimlər kimidir. Bəli. Bugünkü alimlərimizdən danışmıram mənim əzlərim. Keçək mədəniyyət və incəsinin sayəsində mövcud olan universitetlərə və institutlara, burada mövcud olan fakültələrə. Bu ali məktəblərdə hansı fakültələr mövcuddur? Bunu hər biriniz yaxşı bilirsiniz. Amma gəlin təsəvvür edək mənim əzlərim. Təsəvvür edək ki, bu fakültələrdə hansı peşələr, sənətlər mövcuddur? Xalçaçılıq, kitabxanaçılıq, papaqçılıq, pinəçilik, palançılıq və falçılıq, daha nələrçılıq. Pul paralar, çılıq. Deyirsiniz ki, bununla mən nə demək istəyirəm? Əlbəttə ki, mən öz qeydimi edəcəm, amma deməyi məndən olsun, yozmağı sizdən. Təsəvvür edin, bir şagirddir, tələbə olmaq istəyir, məhz elə bu ali məktəblərdə, ya kinoşünas, ya musiqişünas. Seçimi özünündür. Görək bala çatacaqmı? Yox, çatmır. Amma tələbə olmaq istəyir. Tək ki, ali məktəbi bitirim. Balı palançılığa çatdı. Palançılığı da bitirməlidir. Gələcəyin palançısı. Yox, sizin düşünüb daşındığınız yox. Baş palançı. Çünki ali məktəbi bitirib axı. Mənim əzlərim, bu beləmi olmalıdır? Ötən dəfə nəyi qeyd etdim? Bir ali məktəbdən digərinə keçid etmək istəyirsən, yəni transfer. Bilirsinizmi, əgər onlayn şəkildə məktub yazırsansa, alicənab şəkildə elə gözəl məzmunlu yox deyirlər ki. Sadəcə ali məktəbin nüfuzu yerlə yeksan olacaq. Qədir ağacı yıxılacaq. Bəli, Rus bölməsi deyirlər. Rus bölməsini bitirmiş bəndə ali məktəbə daxil olur. Rus bölməsinə. 2 gün Rus dilində mövzu oxuyurlar. Daha sonra Amravati, Chandriko İşvara, Filfila və bu Rus bölməsi dönüb olur Azərbaycan bölməsi. Şikayətlənirsən, deyirlər ki, git Azərbaycan dilindən kurslara. Buna nə deyirsiniz? Bilirsinizmi, nələr bilirəm bu ali məktəblərdən? Sadəcə, bu mənim səlahiyyətimdə deyil ki, gedim bu universitetlərin altını üstünə çevirim. Buna səlahiyyəti çatanlar etməlidir. Nə öyrədirlər? Bu öyrətmənlər. Ustad demirəm. Çünki bugün axı bu belədir. Bilirsinizmi, nə faydası var ki? Sadəcə ürəyimi boşaldıram. Baxın, telemekanların adını dəyişdirdim. Qoydum TikTok. Nə faydası oldu? Yenə öz bildiklərini edirlər. Bəli, hər kəs bir veriliş açır öz ailəsi ilə, qardaşı bacısıyla, balalarıyla, sevgilisi oynaşı fahişəsi ilə. TikToka bənzəmirmi mənim əzlərim?
Özel kanal o dedi, o değil ki mənim əzlərəm. O sənindir, şəxsən sənindir. Elə isə sosial şəbəkələrdə oturun da. Bu millətə məxsus telekanaldırsa, özəl şəklində dövlətə xitab olmalıdır. Millətə isə kitab. Bu da olmaz sizin kitabınız. Allah elə eləsin ki, sizin kitabınızı da bağlayanlar tapılsın. Bu qədər səhlənkarlıq mı olar? Tərbiyəsizlik mi olar? Bəs bu jurnalistlər, müxbirlər haranı bitiriblər? Biri elə bir ki, ağzında kartoşka var. Boğula-boğula danışır. Biri kəkəliyə-kəkəliyə, biri ümumiyyətlə danışa bilmir. Nə deyəsən, nə danışasan? Xəbərlər verirlər. Ardıcıllıq yoxdur xəbərlər arasında. Azərbaycan dilində də danışa bilmirlər. Bəli, mərhələ əvəzinə raund deyirlər. Məlumat əvəzinə proqnoz, hava haqqında məlumat, hava haqqında proqnoz. Bu biabırçılıqdır. Nə qədər danışmaq olar, nə qədər inteqrasiya olunmuş sözlər var bunların lüğətində. Nə deyəsən, nə danışasan? Demək, onlar öz bildiklərini edən bəndələrdir. Onlar heç kimə tabi olmurlar. Burada mənəm Bağdadda kör xəlifə. Ol burada. Elə sənə nə etsə kör xəlifə edəcək. Xəlifədir axı. Elə ona görə. Kitabınızı bağlayacaq. Bir də aça bilməyəcəksiniz. Bu biabırçılıqdır axı. Öz dilində danışa bilməyənlər. Verilişlərin adları bərbad. Danışıq qabiliyyətləri yox. Tərbiyə də önəm deyil bunlar üçün. Nə deyəsən, nə danışasan. Özləri bilsən. Özləri. Baxın. Məyər çətindirmə mənim əzlərəm. Temperatura, qradus sözünü tərcümə etmək. Qradus dərəcədir. Temperatura hərarətdir. Davleniya da təzyiqdir. Yəni proqnoz pagoda yox, hava haqqında məlumat deyin. İndi hava haqqında məlumatı deyə bilərsiniz. Mənim əzizlərim, bəs bugün bizim konservatoriyamızda, musiqi kolleclərimizdə, musiqi məktəblərimizdə dərsləri tədris edənlər kimlərdir? Əlbəttə ki, pul parayla ərsəyə gələnlər, bəstəkarlar, musiqişünaslar, müğənnilər, incəsənət və mədəniyyət xadimləri. Onların hər biri möhtəşəmdir. Bütün dünyanı fəth ediblər. Öz gözəl sənətləri ilə. Əlbəttə ki, bu belə deyil. Onların səsləri özgə diyarlardan yox, zirzəmilərdən gəlir. Bəli, müğənni, xalq artisti, əməkdar artist. Maşallah olsun. Bütün dünyanı fəth ediblər, bütün məmləkətlərdə möhtəşəm tanınırlar. Bəli, layiqdirlər onlar bu ada, xalq artisti, əməkdar artist adına. Əlbəttə ki, bunların hər biri pul parayla hasil olur. Bəli, milyardlar, milyonlar qazanır. Bu adları, titulları verən bəndə.
Kimdir o bəndə? Bəli, əlbəttə ki, mədəniyyət sahəsini, incəsənət sahəsini nə edən? Təcəssüm edən. Bəli, hardadır bizim möhtəşəm kinoşünaslarımız, kinorejissorlarımız, gözəl aktyor, aktrisa truppalarımız, kamera oynamanlarımız, rejissorlarımız, senari müəlliflərimiz, tarzənlərimiz hardadır? Kaman ustaları, saz ustadlarımız hardadırlar? Muğam, seyga xanəndələrimiz hardadır onlar? Keçmişdə mi qaldı onlar? Bugün onların kökü mü kəsilib? Əlbəttə ki, bəzilərini mən sosial şəbəkələrdə görürəm. Amma o bəndələrə yaxına da buraxmırlar. Güya ki, onların özü möhtəşəmdilər. Əlbəttə ki, elə düşünüb daşınırlar. Mənim əzizlərim, yalançı titulla, yalançı adla necə yaşamaq olar? Sən bilə bilməzsən ki, sən doğrudan da möhtəşəm müğənnisən, ya sənətçisən, ya ustadsan. Sadəcə bu adı sənə veriblər, pulla, parayla. Bu dəhşətdir. Məgər yaradıcılıqda pulla, parayla ad qazanmaq sizə nə verir? Axı, yaradıcılıq elə bir sahədir ki, orada pul, para rol oynamır. Bilirsinizmi niyə? Yuxarıda mən qeyd etdim. Anadan dünyaya elə, yəni ki, bir oxumamış alim kimi gəlmək. Siz bu ali məktəblərdə, tədris ocaqlarında nə öyrədə bilərsiniz axı? Bu dəhşətdir. Bu, bilirsinizmi, nə qədər pul, para qazanmaq deməkdir? Milyardlar qazanmaq. Bu cür adları kimlərəsə verməklə pul əldə etmək. Bəs bu pullar hara gedir? Kimin cibinə gedir? Bəs bar-bar bağıran bizim rayonlarımızdan, şəhərlərimizdən gələn səsləri eşitmirsinizmi? Tarixi abidələr, mədəniyyət abidələri uçub dağılır. Onları kim bərpa edəcək? Görün nə gözəl bəndələrimiz var. Bir tarixi abidə uçularkən, yaxud tapılarkən səslərini ərşə qaldırırlar. Amanın günüdür. Tariximiz, mədəniyyət abidəmiz əldən gedir. Amma bunu bərpa edən varmı? Kimin səlahiyyətindədir? Mədəniyyət Nazirliyinin mi? Bəs bu milyardlar hara gedir? Nədən bu milyardlarla bu tarixi abidələr bərpa olunmur? İnşa olunmur? Nədən? Axı bu məkanlara, bu tarixi abidələrə görə, mədəniyyət abidələrinə görə turistlər cəlb oluna bilər. Nədən bunu etmirsiniz? Nədən kağız üzərində sadəcə sizi tərpətdikdə deyirsiniz ki,
qeyd etmişik, bərpa olunacaq. Bəlkəm Amerikada, Trumpa da səs göndərək. O da sizi dəstəkləsin. Mən də dəstəkləyirəm. Belə mi olmalıdır mənim əslərəm? Baxın, elə bu yaxınlarda Cəlibabdan hay-həşir qovarmışdılar. Görün, nə gözəl bizim cəmaətimiz var. Dedilər ki, belə bir tarixi abidə var, hamam. Üzərində də qədim haşiyələr var, naxışlar var. Gəlin bərpa edin. Bu bizim tarixi abidəmizdir, 100 illiklərlə burada durub. Uçur, dağılır, kömək edin. Bəs bunu niyyətən etmirsiniz? Bəs Bərdədən, Gədəbəydən, Naxçıvandan, Lənkərandan, Qubadan, hər bir yerdə uçub dağılan abidələr üçün hay-haray qoparanlar var. Nədən bərpa etmirsiniz? Bir özgə diyarlarda hər hansı bir tapıntı olarsa, bir tarixi abidə, onu həmən özünküləşdirirlər. Sanki onların tarixi abidələridir, bərpa edirlər. Bəs bizim axı öz abidələrimizdir, öz tariximizdir. Biz ki, başqa özgə diyarların, məmləkətlərin tarixini özünküləşdirmirik. Bu bizim tariximizdir. Nədən bərpa etmirsiniz? Axı milyardlar var. Axı bu elə tarixi abidələrdən milyardlar da qazana bilərsiniz. Baxın, Bakını tarixi abidələrini nə günə qoyublar, uzun göydələnlərlə itbat odub tarixi abidələr. Bəli, əvvəllər 28 aprel, bugünkü 28 may. Metrodan çıxdıqda köhnə Lenin sarayı, bugünkü Heydər Əliyev, qədim tarixi abidə saray. Göz oxşuyur da, hər yer işıqlı. Park. Hardadır o park? Əlbəttə ki, göydələnlə bu sarayın qarşısını tutub. Milli Bank. Nədən belə özbaşınalıq, belə dərəbəylik, memarlıq baxımından sıfıra bərabər olan bir görünüş. Bilirsinizmi, bizim şəhərimiz haradan gözəl görsənir, füsunkar və dünyada belə bir şəhər görünməz. Xəzər dənizində gəmi ilə üzü sahilə tərəf gəldikdə nə gözəl görkəmi var bizim şəhərimizin, Bakımızın. Bəli, bu barədə çox danışmışam. İçəri şəhər və içəri şəhərdə mövcud olan metro. Nədən bu metronu bu cür neçə illərlə baş sındıraraq görkəmsiz bir vücuda gətirib çıxarıblar. Sanki nələrsə etdilər, milyardlar getdi. Nə olardı ki, bu metronu Şah Sarayına bənzədərsiniz? Mən bu barədə danışmışam, mənim əslərim. Təsəvvür edin, metro Şah Sarayına bənzəyir, əməlli başlı günbəzli. Qapıları tarixi muzeylərdə olduğu kimi. Yəni ki, elə bir görkəmdə, sanki həqiqi Şah Sarayıdır. Turistlər gildikdə elə biləcəklər ki, bura bir muzeydir, amma içəri daxil olduqda metronun olduğunu zənn edəcəklər. Bax, bu barədə mən danışmışdım. Nə olardı ki, içəri şəhərdə sahil metrosu, yəni bu ərazidə bu cür, yəni ki, metronu inşa edərdilər. Əfsuslar olsun, bəlkəm də bu mənim zövqümdür. Mən belə təsəvvür edirdim, mənim əslərim. Bu barədə danışmışam, vallahi billahi, televiziyamda durur. Çox danışmışam bu şəhərin görkəmindən. Məyər bugün Milli Bankı və sarayın qarşısını tutan digər binaları sökmək olarmı?
bilmirəm. Bəlkə də mən bunu edərdim. Səlahiyyətim olsaydı. Çünki şəhər nəfəs almalıdır. Baxın, binalar uçaldılır. Kimləri gətirirlər rayonlardan? Gətirib yığıb tökürlər Bakıya. Sosial yardımı rayonlarda alırlar. Amma yaşayırlar harda? Bakıda. Olsun, nə deyim? Bu barədə çox danışmışam. Türkiyə. Yadınıza gəlirsə mənim əzlərəm. Mənim belə bir mövzum var idi. Yəni ki, elə bugünkü vəziyyəti ötən aylarda qeyd etmişdim. Təsəvvür edin mənim əzlərəm. Bir hərbi blok, yəni ki, hərbi birlik və burada üzv olan bir məmləkət və başqa bir hərbi birlik və bu hərbi birlikdən digər hərbi birlikə üzvlük mümkündürmü? Belə bir sual vermişdim. Mən demişdim ki, gəlin bu sualı verək Müdafiə Nazirliyinə və yaxud da hər hansı bir generala. Yəni ki, belə bir sual ünvanlamışdım. Yadınıza gəlin. Putinin fəndindən danışmışdım. Demişdim ki, əgər bu diyarlarda, bu özgə diyarlarda hər kəs siyasətini ticarətlə qurursa, Putin isə siyasi siyasətinlə irəli gedir. Hər yerə əli girir. Bugün də bu belədir mənim əzlərəm. Bunu mən görürəm. Təsəvvür edin, Türkiyə və 4 Türk dövləti tərəfindən ona gələn irad. Özünüz bilirsiniz nə barədədir. Bunu edən dövlət var axı. Əli hər yerə girir. Bu bəlli məsələdir. Bu barədə mən danışmışam mənim əzlərəm. Əgər məni dinləyən olubsa, məni bu yarı üstü örtülü, yarı aşkar söhbətimi başa düşən olubsa, o bilir ki, mən bugünkü bu durum haqqında danışmışdım. Yəni, yadınıza gəlirsə demişdim, mümkündürmü bolşeviklər və menşeviklər arasında birlik? Yəni ki, əgər bir siyasətçinin əli hər yerə girirsə, onun əlindən hər bir iş gələ bilər. Sən Türk birliyi qurmaq istəyirsən, hazırlaşırsan, amma sən fikirləş ki, bu artıq hazır bir vəziyyətdədir və səndə deyil. Bəli, mən fəndindən danışmışdım. Putinin bir fəndi var və bunu etməyə də hazırlaşır. Mən çox bir şeylər demişəm mənim əzlərəm. Mən Trumpdan da danışmışam, Biden'dan da və onun Trump'ın yan yörəsində olan bəndələrdən də. Bugün siz ürək dolusu, ürəyinizi boşaltdığınız saytlar var. Hansı ki, o, yəni ki, sosial şəbəkəni siz möhtəşəm bilirsiniz. Əl dəyməz. Yəni ki, toxunulmaz bir yazışma, sövdələşmə məkanı. Yoxdur belə bir məkan. Hər biri gündəmdədir. Kimlərinsə əlində. Vallahi billahi bu belədir. Adi, ən bahalı smartfon telefonlarınız, iPhone'larınız. Onlar belə
aşkarcasına herkesin elinde ucundadır. Bunu bilin. Siz ne kadar pullar xərcləyirsiniz bu smartfonlara? Yanınıza gəlirsə mən demişdim ki, bir qəpik də belə telefonlara vermərəm. Əgər mənə hədiyyə olunarsa bu başqa məsələ. Sadəcə telefon da veriblər işlədirəm. Amma ki onların hər biri, yəni hər bir tərəfdən aşkarlana bilir, bilinir. Hətta sizin aşkar olmayan sosial şəbəkələrə girirsiniz. Deyirsiniz ki, bu şəbəkə yenə toxunulmazdır. Bax, o izlənilir. Bunu bilin, bunu mən deyirəm. Bəli. Mən sadəcə adını demirəm. Amma o bahalı telefonunuz da fikirləşməyin ki, nə qədərsə pul verirsiniz, neçə min? 3 min, 4 min, 5 min. Amma bilin ki, bekara bir şeylərdir. Mənim əzizlərim. Təsəvvür edin, bir məmləkət digər məmləkətə hər hansı bir məhsulunu satır. Olsun elə texniki baxımlı bir avadanlıq. Ya elə götürək elə telefonunuzu. Hər hansı bir tətbiqi deyək. Onu sənə satıbsa, bil ki, onun açarı ondadır, səndə deyil. Necə ki, sən nəsə kəşf edə bilərsən, icad edə bilərsən, nəyisə ərsiyə gətirə bilərsən, bunu sən bilərsən. Amma satdığın bəndə bilə bilməz. Hansısa bir məmləkətə satmısan, o bilmir, amma səndən alıb. Amma o çalışıb vuruşacaq ki, bunu açarı məndə də olsun. Aydındırmı mən nə demək istəyirəm? Bu belədir axı. Bugün istər hərbi ləvazimatlar olsun, avadanlıqlar olsun, hərbi silah-sursatlar olsun. Bugün süni dərrakə gündəmdədir. Bunu bilin. Sən bugün neysə istehsal edib sənə verə bilərlər. Deyərlər ki, bu toxunulmazdır. Buna heç bir yerdən tətbiqlə də müdaxilə etmək qeyri-mümkündür. Amma bu mümkündür. Hətta bu günləri məşhur olan tətbiqdən istifadə edirsiniz. Adını sadalamıram, görürsünüzmü? O, əl çatandır mənim əzizlərim. Çox əl çatandır. Kimin əlindədir? Bunu da mən yaxşı bilirəm. Hansı dövlətlər bu tətbiqin daxilindədir, onu da bilirəm. Deyirsiniz ki, hardan bilirəm? Bilirsiniz ki, mənim əzizlərim, mən sizə demişəm. Adi bir cümlə deyin mənə. Haradasa hər hansı bir məmləkətdə baş verən hadisə. Mən sadəcə analiz edəcəm. Biləcəm ki, nə var, nə yox. Bugün hansısa bir siyasətdən danışırlar. Mən də danışıram, balaca qeydlər edirəm. Sadəcə bilirəm ki, vəziyyət hansı yerdədir, hansı durumdadır. Və selamı, burada nə var ki? Əgər mən Allah eşqinə danışıram deyirəmsə, bu deməkdir ki, mən yerli yataqlı danışıram. Artıq əski danışmıram. Allah eşqinə, Allah izin verdiyi qədərində. Yəni ki, sadəcə işarələr, qeydlər edirəm. Sizin üçün. Bu telefon əlbəttə ki, gözəl bir şeydir. Mən də səsimi haradasa yazıram. Ayrıca video hazırlayıb sizə istifadəyə verirəm, dinləyəsiniz. Bu da mənim, yəni ki, haradasa bu süni dərrakədən istifadə tərzimdir. Mən də bugünkü texnika dönəmindən bəhrələnməyim deməkdir və bəhrələnirəm. Amma yerli yatağında aydındırmı mən nə demək istəyirəm? Heç bir zaman, heç bir tətbiqə inanmıram. Hər hansı bir tətbiq olsun. Yəqin ki, belə tətbiq sözünü anlamazsınız. Çünki öz dilimizdədir. Gəlin rus dilində deyim. Приложение. Любое приложение. Или любое приложение.
Fərqi yoxdur. Yadınıza gəlir, bir hadisə baş vermişdi Azərbaycanda. Bir video göstərmişdilər. Güya ki, gözlükdən çəkilmişdi. Bu baş verən hadisə. Bu gözlükdən çəkilməmişdi mənim əzlərəm. Bu da tətbiq idi. Gözlük tətbiqi. Sanki sən videonu çəkmisən, gördüklərini. Amma sanki bunu elə bir tətbiqlə, vasitə ilə etmirsən ki, güya ki, sən bunu gözlükdən çəkmirsən. Bilirsinizmi, bu nə uzundərə bir məsələdir. Tətbiqi yükləmək və bu fəndə giriş etmək. Bu aşkarda çəkilmişdi. Əməlli başlı bu hadisəni görən bəndə çəkmişdi. Sadəcə sonradan gözlük tətbiqi edərək bunu ərsəyə gətirib paylaşmışdı. Yəni ki, yaxalamasınlar bunu yerindəcə. Şübhələnməsinlər ki, bu gördüyü bir şeyi nəyə? Kameralara həkk etdirib. Nədən kömək etməyib? Aydındırmı mən nə demək istəyirəm? Adi olan baş verən hadisələr. Hər birinin, yəni ki, baş verdiyi məqamları, onları analiz etmək mümkündür. Bəli, baxı belədir mənim əzizlərim. Hardan danışdım, hara keçdim? İnanırsınız mənim əzizlərim. Mən daha sonra səsimi dinləyirəm və sizin ixtiyarınıza verirəm. Görürəm ki, yox, haradasa başqa bir fikirlər, başqa bir, yəni ki, mövzular. Amma tamamlandıqda eynilə bir mövzunu əhatə edir. Məhər elə deyilmi mənim əzizlərim? Mən bilmirəm, siz nə xoşlayırsınız, nə haqda sizinlə söhbət edim, həm söhbət olun. Sadəcə aydın video vasitəsilə. Odur ki, elə nə vaxtsa bədayətən fikrimi söylədikdə, elə belə də alınır. Mənim əzizlərim, Amerikanın bizə qarşı təzyiqi var. Çox dərin, qorxulu təzyiqi. Bunu mən bilirəm. Sadəcə ehtiyatlı olmaq lazımdır. Bəzi dövlətlər, mənim əzizlərim, əlini hər bir yerə vura bilir, sala bilir. Yəni ki, yenə ətrafında olan dövlətləri özünə ram etdirə bilib. Elə dövlətlər var ki, təkdir. Bir dövlətin qanadı altındadır. O da bacarıqlıdır. Onun da əlindən hər şey gəlir. Ötən dəfə danışdım. Bəli, sadəcə ehtiyatlı olmaq lazımdır. Çünki elə bir dövlətlər var ki, sənə yaxın olmaq istəyir. Sanki güya dostundur, amma dostun deyil. Onun əlindən bilirsinizmi nələr gəlir? Sənə yaxşılıq edər. Deyər ki, sənə mən bunu edəcəm, belə, belə, belə. Bu ərsəyə gəlib çıxacaqsan, başqa bir dövlətə də. O bunları, yəni ki, deyə bilər. Daha sonra sizin aranızda çaxnaşma düşər. Bəli, vəziyyətdən çıxış yolu tapacaq, amma sən başqa bir dövlətlə üz-üzə gələcəksən. Bilirsinizmi, nələr edirlər? Bugün, məhz bugün nələr baş verir? Çox bir şeylər var mənim əzizlərim, amma hər şeyi mən sizə nağıl edə bilmərəm. Mən sadəcə deyirəm ki, hava məkanını, bugün, məhz bugün hava məkanlarımızı gözdən nəzərdən keçirməliyik və diqqətli olmalıyıq. Lazım gəldikdə bağlamalıyıq hava məkanlarımızı. Çünki Amerikanın hiləsi var. Məhz Amerikanın bizə qarşı dəhşətli hiləsi var. Bilirsinizmi? Neysə, yeni də təkrar edirəm.
Bugün məşhur olan Messenger, yəni ki, tətbiqiniz, приложение. Hər nəyi seçmisinizsə, onların hər biri bir dövlətin əlindədir. Yəni ki, bütün kəşfiyyat məlumatları, hər nə sözünüz, söhbətiniz varsa, bu Messengerdə əl çatmaz, toxunulmaz bildikləriniz əl çatandır. Hətta smartfon telefonlar, hansı ki baha qiyməti alırsınız, neçə minə, yuxarıda qeyd etdim. Onlar da əl çatandır. Hər nələr varsa, daxilində əl çatandır. Kimə çatır, bunu da qeyd etdim. Bəli, sir yoxdur bu dünyada mənim əzizlərim. Sir deyilən bir şey yoxdur. Hər şey gözlə görünən gizlilərdir. Bəli, bu belədir axı. Bilirsinizmi? Adi ev telefonları. Görürsünüzmü? Onlar belə. Təsəvvür edin. Bir bəndənin ev telefonu. Qapıdan kimsə kəsib doğrayır, aparır öz istiqamətinə tərəf. Və olur nə? Qoşa, lülə, yəni paralel telefon. Sənin danışıqlarına qulaq asır, elə deyilmi? Qaldı ki, bugünkü süni intellektdə olan bu smartfon telefonlar, mobil telefonlar, hər birində hər şey mümkündür. Deməyin ki, mümkün deyil. Hər şey. Bəli. Bugün, bax bu ev telefonları, onlara gələn zənglər. Qorxulu bəndələr peyda olub. Qadın səsləri ilə aldatmaq və 3 qadındır. Üçü də iş adamı geyimində. Qara ətək, qara pencək, ağ köynək. Amma çox qorxuludular. Və simaları belə qorxuludur. Bilirsinizmi, mən onları kimlərə bənzədirəm? Bilmirəm, özgələr filminə baxmısınızmı? Orada, yəni ki, qəbirdən xortlayan bəndələrə. Amma xortdan deyirlər. Sadəcə onlara oxşayırlar. Yəni ki, ruhlara. Çox qorxuludular. İş adamı paltarında. Və aldadırlar. Kimlərisə. Mən belə bir, yəni ki, məqamları, anları görürəm. Və yenə də təkrar edirəm. Amerikanın bizim məmləkətə təzyiqini görürəm. Yəni davleniyasını sizin dillə desək. Onu idarə edən var. Trump sadəcə fiqurdur. Onu idarə edən var. Mən yenə də təkrar edirəm. Qulaqcıq məsələsi. Oyuncaq. Bəli. Türkiyə özü hər şey edə bilər. Hər şey güclü dövlətdir. Sadəcə bu dövləti qarışdıranlar var. Mən demişəm axı, əgər NATO birliyi, birlik olsaydı, Türkiyədə belə hadisələr baş verməzdi. Nə biləm, necə deyə bilərəm ki, ey Türkiyə, bəlkə NATO'dan aralanasan. Bəli, bu NATO birliyi, yaxud da ki, Avropa birliyi, hər biri dondurulmuş qandır. Bu barədə də danışmışam. Və Putinin gələcək siyasətindən də. Mən təkrarçılıq etmək istəmirəm mənim əzizlərim. Bu Türkiyə haqqında demişdim axı, yadınıza gəlir. Birlik məsələsi. Açıb ağartmaq istəmirəm. Sadəcə
o dövlətlər ki, Türkiyəyə qarşı çıxıblar, onlar geri də çəkilə bilərlər bircə göz qırpımında. Bəli, hər biri o milyard söhbəti boş bekara bir şeydir. Bəli, ondan imtina etmək də mümkündür. Tərəfdaş da olmaq olar, müttəfiq də, bir yerdə də olmaq olar. Amma sadəcə bu siyasətdir. Kimin siyasətidir? Bıraxıram sizin ixtiyarınıza da, axı mən elə atmacalarla, tapmacalarla danışıram. Mənim əzizlərim, bu axı belədir. Mən hər zaman atmacalarla və tapmacalarla danışıram. Biraz sizi karıxdırıram. Biraz qarma-qarışıqlıqla edirəm. Çünki belə də lazımdır. Axı yuxarıda qeyd etdiyim, Allahın izni ilə danışıram mənim əzizlərim. Vacib olan fikirlərimi mütləq çatdırmalıydım və çatdırıram da. Mən audio videomu yerləşdirə bilmirəm mənim əzizlərim. Mən sadəcə səsimi yazıram və buraxıram övladımın ixtiyarına. Yerləşdirə bilmirəm, əvvəllər bacarırdım, indi isə yox. İndi bunu bacarmıram, eynəyim də yoxdur. Bilmirəm, eynəklə görərəm, görmərəm. Çünki gözüm çox zəifdir. Ümumiyyətlə demək olar ki, heç görmürəm. Yəni ki, buna da min şükür bir balaca görürəm. Neyləmək olar? Mən, bilirsinizmi, elə bir hadisələr, nələrsə qeyd elərəm, amma sizin qəlbinizi yaralamaq istəmirəm. İstər özüm haqqında, istər bu dünyada baş verənlər haqqında fərqi yoxdur. Bizim məmləkətimizdə gərək baş bilənlər iş başında otursunlar. Bir də ki, yəni ki, bugün qeyd etdiyim bu telefon, smartfonlar, istər kompüter, ümumiyyətlə texnika məsələsi, internet, bir sözlə. İnternet polisləri mövcud olmalıdır və onlar hər bir işi tənzimləməlidirlər ki, bizim məmləkətimizdə belə firanlıq edənlər olmasın. Hər gün eyni bir sözlər, filan kartdan bu qədər pul getdi, bu oldu. Bunların hər birinin yolu var axı. Bu işlə məşğul olan kim olmalıdır? İnternet polisləri. Bəli, izləməlidirlər və tapmalıdırlar. Daxili İşlər Nazirliyinin, yəni ki, hüquq mühafizə orqanlarının öz işi var. Amma bu texnikadır, bu internetdir. Bu, ümumiyyətlə, onlara aid olmayan bir işdir. Bəli, bunu internet polisi edir. Və burada bu internet polisinə ancaq təhlükəsizlik xidməti bərabərləşə bilər. Bir yerdə işləyə bilərlər. Amma Daxili İşlər Nazirliyinin, yəni hüquq mühafizə orqanlarının işi tamamilə fərqlidir. Onların səlahiyyəti, yəni ki, tam fərqlidir, əsayişi qorumaq və başqa bir baş verənlərə müdaxilə etmək. Necə ki, fövqəladə hallar, səlahiyyətində nə qədər işlər var, yanğından başqa. İstər ağacın başında qalan bir pişik olsa belə, onu da xilas edirlər. Həmçinin də polislər. Polislərin də öz səlahiyyətinə düşən işlər var. Amma inciməsinlər məndən Daxili İşlər Nazirliyi və hüquq mühafizə orqanları. Mən həqiqətləri bəyan edirəm. Axı, bu elə bir səlahiyyətli işdir ki, buna ancaq internet polisi müdaxilə etməlidir. Bir də ki, bu sahəni mükəmməl bilən, yəni ki,
internet proqramistləri, bu sahədə çalışanlar. Mən belə görürəm. Hər bir sahənin öz, yəni ki, işçisi olmalıdır. Bir də yenə də təkrar edirəm. Başarılı işçi, bacarıqlı, öz səlahiyyəti düşən işləri icra edən. Bir də ki, yenə də təkrar edirəm. Ağıl yaşda deyil, başdadır. Əgər mükəmməl işini bilən müdrik bəndə iş başındadırsa, o elə yerində də dursun. Yox, əgər bu belə deyilsə, səliqə-səhmanla onu başqa işə yönəldə bilərsiniz. Ya da ki, istirahətinə getsin. Çünki o xəstə də ola bilər. Mənim əzizlərim, bu axı belədir. Mən çox bir şeyləri qeyd etmirəm, mənim əzizlərim. Amma mən yenə də deyirəm, bu dünyada baş verənlər məmləkətlər arasında ancaq başçılarının arasında olan siyasətdir. Bəli, siyasət. Siyasət o deyil ki, sən oturduğun yerdən deyəsən ki, dövlət başçımız buradan yox, buradan getsə yaxşıdır. Bunu sən deyə bilməzsən. Sənin səlahiyyətin də çatmır ki, deyəsən ki, dövlət başçısı yaxud bizimki olsun, ya bir başqa qeyri-dövlət başçısı bunu etsə daha yaxşı olardı. Bilirsinizmi niyə? O tək özünə görə işləmir. O dövlətini müdafiə edir. Dövlətinin mənafeyini güdür. Hər bir dövlət başçısı bunu edir. O bilir nə yaxşıdır, nə pisdir. Hansı bir addımla mən dövlətimi irəli apara bilərəm, millətimi qoruya bilərəm. Deməyin ki, yolu göstərən siz olacaqsınız. Hər bir dövlətin başçısı nəyin yaxşı, nəyin pis olduğunu yaxşı bilir. Baxın Paşinyana, onun qırmızı papağına. Siz bilirsinizmi o qırmızı papağı nədən geyinmişdi? Mən bilirəm, amma deməyəcəm. Onun qiyafəsi nədən o cürüdür? Niyə o qiyafəni seçmişdi? Bunu mən bilirəm. Yaxud da ki, Türk dövlətlərinin hərəkətini. Bunu da bilirəm. Yəni ki, hər bir dövlət başçısının, dövlət başçılarının öz mesajları var, öz fəndləri var. Bəli. Mən səfərbərlikdən danışmışdım. Rusiyanın səfərbərliyindən. Və hansı dövlətə tərəf qaçmışdılar. Demişdimmi? Demişdim. Twix cütlüyündən danışmışdımmı? Danışmışdım. Türkiyədən də danışmışdım. Bütün bugün baş verənlərdən danışmışam. Sadəcə mən niyə danışmıram mənim əzizlərim? Çünki təkrarçılıqdır. Nə qədər deyəcəm ki, evlər əyri qaldı, köndələn qaldı. Trump bunu dedi, Biden bunu dedi. Axı, eyni bir sözü nə qədər təkrarçılıqla danışmaq olar. Sadəcə mən yeni fikir və düşüncələrimlə bölüşmək istəyirəm. Və o, yəni ki, məqam gəldikdə danışıram. Və bilirəm ki, bu təkrar da olsa, bəlkə də hər hansı bir başqa bir məqamını tutub faydasını görəcəklər. Neyləmək olar? Sümüksüz dildir. Dilimə gələn sözləri söyləyirəm. Mən istəyərdim ki, bizim dövlətimizdə sülh-əmin-avanlıq, firavanlıq olsun. Bütün məmləkətlərdə, bütün qonşu diyarlarla bizim məmləkətin qapıları açıq olsun. Bir bəndə bu diyardan o biri diyara gedə bilsin, açıq olsun, mehribançılıq olsun. Və bu olacaq mənim əzizlərim. Hər şeyin axırı var, müharibələrin də sonu olacaq.
Mən müharibələrdən də bəzi bir şeyləri bilirəm və bilirəm ki, nədən bu müharibələr bitmir. Siz elə bilirsiniz ki, müharibələrdə başqa bir şeylər var. Yəni ki, ay, Ukrayna müharibə torpağını istəyir filan bəhmən. Yox, Ukrayna heç torpağının, yəni ki, marağında da deyil. O torpaq hayında olsaydı əzəldən bu müharibəni dayandırardı. Və sadəcə ateşkəslə sövdələşməyə gedərdi. Təzə müharibə başladıqda. Nədən? O bilirdi ki, bu belə olacaq. Təsəvvür edin, bir diyara, bir başqa məmləkətlər silah-sursat vermir. Sən durursan, müharibə edirsən. Belə ola bilərmi mənim əzlərəm? Ola bilərmi? Mən Ukraynanı suçlu bilmirəm. Ukrayna xalqı gözəl xalqdır. Həmçinin də Rus xalqı. Onların hər ikisi bizim qonşu dövlətimizdir. Sadəcə siyasətçi deyil. Yəni ki, bu belə olmamalıydı. Ukrayna dağılmamalıydı. Və bəndələri də pərəm-pərəm düşməməliydi. Bunun yolları vardı, fəndləri vardı. Arxiv var, arxivdə olanlar var, videolar var, audio videolar var, yazılar var, mesajlar var. Onlara diqqət edin. Baxın görün kim suçludur. Bəli, Trump sadəcə başqalarının əli ilə bu müharibəni uzadır, oynayır. Həmçinin də İran. İranla da onun ixtiyarı yoxdur. Müharibəni elan etməmiş İranı bombardman etsin. Məyər bir tək İranda mı nüvə silahı var? Öyle isə onda başqa bir dövlətlər də yığışsın, sənin atom bombalarını sıradan çıxarsın. Elə deyilmi mənim əzlərəm? Bu dünyada nə qədər ölkələr var ki, nüvə silahına sahibdir. Həmçinin də İsrail. İsrail nüvə silahının İranda olmağından ehtiyat edir. Bəs özündə onun nüvə silahını kim sıradan çıxaracaq? Ona görə bilirsinizmi, haqq ədalət yerini tapmayıb hələ ki bu dünyada. Bəli. Amma Mr. X bütün işləri yoluna qoyacaq. İnşallah. İnternet polisləri öz işlərini yerli yataqlı görməlidirlər. Belə bir baş verənlərin qarşısını almalıdırlar. Kiber hücumlar olmamalıdır. Kimlərinsə kartına, hesab dəftərinə, kitabına. Bunların kökü kəsilməlidir. Bəs sizin işiniz nədən ibarətdir? Bəs nəyə diqqət edirsiniz ki, bu qədər məmləkətin, millətinin pulu parası aradan çıxır, hesab dəftərdən silinir. Bunu araşdırın. Bunun araşdırmasını mən yaxşı bilirəm. Bilirəm ki, bu necə baş verir, istər banklarda, istər başqa bir yerlərdə, iş odalarında. Kimlərin əli ilə? Siz onları ərsəyə gətirin. Axı, siz onları yaxşı tanıyırsınız. Siz bilirsiniz ki, kim bu işləri görür? Yəni, internet polisi bunu yaxşı bilir və bunun öhdəsindən də o məharətlə gəlməlidir. Bəli, bütün ölkələrdə belə hadisələr baş verib, amma qarşısı alınıb. Elə götürək Böyük Hindistanı. Bəli, orada o qədər belə hadisələr olub ki, amma qarşısı alınıb. Ara bir xətəkarlar ola bilər, amma bütövlüklə millətin hesab kitabını əlindən almaq. Bu bilirsinizmi nə deməkdir? Bir bəndənin əlində olan axırıncı pulu parası itbat olsun, silinsin hesab dəftərindən. O deyil ki, hansısa bir, yəni ki,
kartında olan rəqəmləri dedi və pulu itbat oldu. Bunu etmədən də edirlər. Bu kiber hücuma keçənlər. Bunun qarşısı alınmalıdır. İnternet polisi tərəfindən araşdırın, tapın. Bir də bizim məmləkətimizdə heç bir bəndəni aldatmasınlar. Bu məmləkətdə bu smartfon telefonlar, ümumiyyətlə bu texnika avadanlıqlar, internet bəndələrin başını pozub. Alidə olmayın çox. Biraz da əllərinizdə pullarınızı gəzdirin, cibinizə qoyun. Cibgir olsa belə əlindən tutacaqsan. Belə isə belə edin, cibinizdə pullarınızı gəzdirin. Karta yükləməyin. Əgər məmləkətimizdə hər yerindən duran kartdan oğurluq edirsə, bu kart nəyə gərəkdir? Ümumiyyətlə onlayn olan bir şeylər nəyə gərəkdir? Bunun da yəni ki, qapanma dönəmi gələcək. Bunu demişəm. Bunu mən ötən illərdən deyirəm. İşinizi iki tərəfli tutun. Yarı pulunuzu kartınıza yükləyin, yarısı cibinizdə gəzdirin. Deməyə məndən olsun, yazmağı sizdən, mənim əzizlərim.